بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى أفضل السفراء المقربين العبد المؤيد والرسول المسدد المحمود الأحمد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين واللعن على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد فقال علي أمير المؤمنين عليه السلام الإيمان معرفة بالقلب وإقرار باللسان وعمل بالأركان. Ölenlerimizi, şuhadamızı mescid bina eleyip, Hüseyniye bina eleyip, ihsan verenleri salavatla yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracehum. Qabaq danışıqlarımızda vacibat namazı xidmətinizə ərz elədik. Bu namazı ki Allah tərəfindən Peyğəmbərimiz gətirib bizə öyrədibdir. Bu müsəlmançılığın aşkar əlamətidir. Hardan bilək bir adam mümindir, müsəlmandır, onun aşkar əməllərindən biri namaz qılmaqlıqdır. Bu namaz bəzi vaxtlar bəzi sözləri ucadan deyilər. Bəzi sözləri yavaşdan deyilər. O ucadan deyilənlər sübh namazıdır. 2 rəkətdir. Həmdin və surəsin ucadan deyərik. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ta axir. Amma zikr rükusi, zikr səcdəsi, təşəhhüdü, səlamı vacib deyil ucadan deyəsən. Həmd surəsin ucadan deyəcək biz. 2 rəkət sübh namazı Həmd surəsin ucadan deyəcək. Amma günorta ikindi namazları o 2 rəkət əvvəllərin onları yavaş oxuyacaq. Bismillahın müstəhəbbidir adam ucadan deyə. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Bismillah ucadan, amma həmdlə surəni yavaşdan deyəcək. Bunların da gene zikr rükusi, zikr səcdəsi vacib deyil ucadan deyilsin, ya alçıqdan deyilsin, yavaş deyilsin. Onları adam öz ixtiyarındadır, eləyə bilər ucada deyə, yavaşla deyə. Şam namazı ki inşallah ömrümüz vəfa eləyib qılacağıq, 2 rəkət əvvəli və xiftən namazının 2 rəkət əvvəli Həmd surəsinin ucadan deyəcək.
o birisi zikirləri eləyə bilək ucadan da deyək, aram da deyək, yavaş da deyək. Amma həmd surələrin ucadan deyəcəyik. Qunut ucadan da deyə bilərsən, yavaşdan da. Namaz cəmaətdə yaxşı budur ki, qunutu oxuyanda sənin səsin imam cəmaətin səsindən uca olmasın. Orada namaz cəmaətdə bir inayət vardır ki, ona təvəccüh ola. Pəs bir adam deyə ki, mən sübh namazı evimizdə qonaq var idi, utandım ondan, həmd surəni yavaş oxudum. Olmaz əzizim. Adam Allahın hürmətin ayrı hürmətlərlə qatışdırmaz. Allahın hürməti ucadan deməkdir. Həmd surəmizi qonağımız var, ustadım var, böyük gəlibdir, bir cəmin içindəyəm, yavaşdan deyim, yox. Sübh namazı 2 rəkət həmd surəsi ucadan, namaz məğrib, işa ki xiftən deyərik, 2 rəkət həmd surəsi ucadan, günorta ilə ikindi namazının 2 rəkət əvvəlləri həmd surələri yavaşdan oxuyacağıq. Ölənlərimizi, şühədamızın hamısının ruhilərin səlavatla yad eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil fərəcəhum. Dünənki danışığımda da bir hədisi Ağa Əmirülmüminindən bir ibarətlə, bugünkü hədis yine Əmirülmüminin ağadandır, həman iman rabitəsindədir, mənaları birdir. Soruşuldu məhzəri Ağa Əmirülmüminindən, ağa iman nə mənədir? Həzrət buyurdu, ma'rifətun bil qəlb. İman ibarətdir, insan qəlbi ilə tanıya bir zadı. Özü də bu iman məmulən Allahı tanımaqlıqda itlaq olar, deyilər. Qəlbinə tanımaqlıqdır. Dilinə iqrar eləmaqlıqdır. Ərkanla, əlinə, əyağına, dilinə və tamam cəvarihlə ki, bəzi yerlərdə lazımdır, əməl eləməklikdir. Namaz bir cür əməl edirik, oruç bir cür tuturuq və cihad məsail digər. İman ibarətdir qəlbinə tanımaqlıqdan. Nəyi tanıyaq? Dedik Allah Təbarəkə və Teala'nı. Ondan sonra Allah Təbarəkə və Teala'nı, Allah göndərən peyğəmbərləri, qiyaməti, hesab kitabı, imaməti, adam öləndən sonra, dünyasını dəyişəndən sonra hesab ayağına gəlməklığa imanı ola, bavarı ola. Allah göndərən kitablara adamın imanı ola. Allahın mələklərinə adamın imanı ola. Behişdə, cəhənnəmə, ölümə, bunlara imanı ola insanın. Tabi bunların da dərəcə vardı, mərtəbə vardı. Bəzi imanlar qəvidirlər. Bəzi imanlar zəifdirlər. Təqribən birazı adamın öz əlindədir, təlaş eləyə, imanın dərəcəsi məsələn fərz eləyin ki 5 dərəcədir,
apara eləyə 6, eləyə 7, yuxarı apara. Birazı da istəyəcək Allah Təbarəkə və Teala'dan, Allah əlimizdən tutub ki, gündə namazlarımızda neçə dəfə deyirik, اهدنا الصراط المستقیم. خدایا bizi ey Rabbim bizi hidayet eləcənən düz yola. Bu düz yola hidayet eləmaqlıq ki Allah Təbarək və Teala adamın əlindən tuturur, insanın imanını aparar yuxarıya, dərəcəsi aşağıda aparar üstə. Peyğəmbərlərimizin və axirin peyğəmbərin də əshabının imanları hamısı bir əndazədə deyildi. Bəzilərinki qəvi idi, yuxarı idi, bəzilərinki aşağı idi. Təlaş eləyək, Allahdan istəyək ki, bu imanlarımızın dərəcatın günbəgün artırsın ta eləyə bilək, yaxçı istifadə eləyək. Məsələn, möminlərdən var, Peyğəmbərə imanı var, qiyamətə imanı var, imamlara imanı var. Amma məsələn, fərz buyurun, əshab ilə hər ikisi əshab imamdır, imamın rüfəqasındandır, əshabındandır. Həzrət bir zat buyurur, onun ürəyi o cür möhkəm baværi yoxdur əncam versin. Həman sözü ayrısına buyurur, heç yubanmır, fौरən əncam verir, tezliklə əncam verir. Hər ikisi əshab imamdandır, vəli باورləri, yəqinləri fərqlidir. Biz həmişə Allahdan istəyək, imanımızın mərtəbəsin, imanımızın dərəcəsin yuxarıya aparsın ta eləyə bilək yaxçı Allahın sözlərindən, Peyğəmbərin fərmayişatından istifadə eləyək. Onlardan biri ki, gərək imanımız ola, Peyğəmbərdən sonra Peyğəmbərin yerində oturanlardılar ki, deyirik, imamdılar. Onlardan biri İmam Hüseyin Səlamullah əleyhidir ki, demək olar Allahın dinin İmam Hüseynin yolu ilə, İmam Hüseynin təşkilatı ilə çox tanır insanlar. Hamı imamların sözünə baxmaqlığına, dəvətləri ilə biz müsəlmançılığa əməl edirik. Vəli Seyyid-i Şühədanın fərmayişatı, buyurduqları əməlləri bizi çox Allahın tərəfinə çağırır. Bizi Allahla çox irtibat verir. Ona görə bu İmam Hüseynə ildə bu dəhələr Muharrəm təkrar olur. Bunun təkrar olmaqlığı ilə bizim baverlərimiz, imanlarımız, bəndəliklərimiz, mərifətlərimiz yuxarıya gedir inşallah. Etiqadımız bunadır. Yəni gərək günbəgün, ilbəil mərifətimiz daha da artıq ola. Və budur ki, bizi Allahla çox tanış edilir. Allahı bizə çox tanıtdırır.
bu İmam Hüseyin ömründə bir iş görübdü. O iş heç vaxt yaddan çıxmayacaqdı və günbəgün o işin işıqlığı, nuru artacaqdı. Əgər diqqət eləsək, tarixə təvəccüh eləsək, 50 il bundan qabaq İmam Hüseyni bu cür cəmaət tanısın, dünyada tanısınlar, belə də idi. Az yerlər İmam Hüseynə əzadarlıq elədilər, sinə vurardılar, nohə deyərdilər. Amma mən fikr eləmirəm الان dünyada bir yer tapıla ki İmam Hüseyni tanımayalar. İmam Hüseynə əzadarlıq eləməyələr. Hətta o yerləri ki Allah'ı da qəbul eləmirlər, onlar da İmam Hüseynə nisbət ürəklərində bir məhəbbətlər var. Və bu İmam Hüseyninlə inşallah onlar da Allah'ı tanıyacaqlar. İmam Hüseynin danışıqları ilə, əməlləri ilə Allahla tanış olacaqlar. Və Peyğəmbərimiz ki buyurur, Hüseyn mənnəndir, mən Hüseyndənəm, Hüseyn mənnəndir, bunu bilirik. Peyğəmbərimizin nəvəsidir, qızının oğludur. Amma mən Hüseynnənəm, bu nə cür? Buyururlar ki, yəni dini Peyğəmbər İmam Hüseynin yolu ilə diri qalır, cəmaətin içində tanınır, bülünür. Bu İmam Hüseyin selamullah aleyh bu vaqiyi ki, bu hadiseyi ki üz verib, az müddətdə bunu bir diqqət eləyək, təvəccüh eləyək, o qədər ki vaxtımız vardı. İmam Hüseyin ağa Mədinədən Rəcəb ayının 28-i gecəliğinə hərəkət eləyib. Amma niyə hərəkət eləyibdi? Muaviyə dünyasını dəyişəndən sonra Muaviyənin oğlu Yazid gəldi iş üstünə. İstədi İmam Hüseyndən beyət alsın. İmam Hüseyin onun sözü ilə dursun, otsun. İmam Hüseyin selamullah aleyh də buyurdu, mənim tayım, mənim mislim, Peyğəmbərin balası Yazidə beyət eləməz. Yazidin çıxarı yoxdur ki, müsəlmanlara xəlifə ola, müsəlmanların başının üstündə rəis ola, böyük ola. Onun çıxarı yoxdur. O zoru ilə istirdi ki, İmam Hüseyndən beyət alsın. İmam Hüseyin öz işi ilə elə elədi ki, bir iddət cəmaət Peyğəmbərin vəfatından az müddətli soğuşubdu. Əmirül-Mömininin şəhadətindən az zaman soğuşubdu, geçibdi. Müsəlmanlar müsəlmançılığı yaddan çıxardıblar. Müsəlmanları ki gərək təmiz adamları, pak adamları, Peyğəmbərə bənzəri olan adamların sözünə baxalar, Yazid gəlib oturubdu Peyğəmbərin yerində. Deyir, mən xəlifəyə Peyğəmbərəm, xəlifəyə müsliminəm.
mən neyniyim cəmaət yuxudan ayınsın, bilsinlər gərək bunun sözünə baxmayalar. Bunun dinin tutan düz yerə getməz, düz yola getməz. O əyridir. Gecəliğinə Mədinədən çıxdı. Əhləyalı ilə də özün götdü bahəm. Bir rıxda Mənidədən çıxdı. Sübh xəbər çıxdı ki, Peyğəmbərin balası İmam Hüseyn Mədinədən hərəkət eləyibdi. Məkkiyə tərəf. Bir iddələr dedilər, görəsən nə olubdu ki, günüz çıxmayıb, işıqlıqda çıxmayıb. Buna nə fişar gətiriblər, nə sıxıntı yaradıblar buna ki, gecəliğinə balaların götürüb çıxıbdı. Biri də ayındılar. Həzrət bu hərəkətində, bu qiyamında neçə gün yolu Mədinədən Məkkiyə zaman aparıbdı. 28 Rəcəbdə çıxıb Şəban ayının 3-də buyururlar yetişibdi Məkkiyə. Şəban ayı Məkkədə, Ramazan ayı Məkkədə, Şəvval ayı Məkkədə, Zilqədə ayı Məkkədə, Zilhəccənin 8-də ittila tapıb ki, Yazidin tərəfindən bir iddələri gəlirlər, istirlər İmam Hüseynin qanın Məkkədə töksünlər, hədərə versinlər. İmam Hüseyn bu nəqşəni ki büldü, Zilhəccənin 8-ci günü möminlər, Allah ruzi eləsin Məkkiyə müşərrəf olasınız, qədim Zilhəccənin 8-ci günü hacılar su götürərdilər, gedərdilər Ərəfata tərəf. İndi biraz imkanat yaxçılaşıbdır. Ərəfə, qurban, bəd az qurban, əmal həcc, İmam Hüseyn 8-ci günü Məkkədən çıxır. Burada da bir iddəni istəyir ayındırsın, bəniyə hələ qurbanlıq kəsilməmiş, Ərəfata getməmiş, Minaya getməmiş İmam Hüseyn Məkkədən çıxdı. Burada nə iş var? Bir iddələr də orada ayındılar. İmam Hüseyn istəyir bir iş görsün ki, yuxuda olanları, qəflətdə olanları, onlar ki, xəbərləri yoxdur ki, kimlər gəliblər iş üstünə, istirlər Peyğəmbərin dinin neynəsinlər, istir bu cür onları ayısın. Məkkədən hərəkət elədi, təşrif getdilər Kərbəlaya tərəf. Bunun idaməsini inşallah xidmətinizə ərz eləyəcəm. Mən bu əndazə danışığım kifayət elər. Məmulən dəbidir, rəsmidir. Məddahların içində, rozəxanların içində, mərsi oxuyanların içində Muhərrəmin 3-cü gecəsi İmam Hüseynin o nazənin balaca balasına təvəssül elərlər. Hamı evlərdə qız uşaqları ata-anaya hörmətlidir. Ata müsafirətə gedəndə, ana müsafirətə gedəndə qız uşağı bitablıq elər. Qüssəsi çox olar. Seyyid-i Şəhədanın da balaları bundan müstəsna deyirlər. Əssəlamu aleykə ya Əba Əbdillah və aləl ərvahilləti həllət bifinaik
عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين Atacan olabilir bizi geyteresen caddemizin Medine'sine. Kızım balam eğer koysaydılar kata kuşu öz aşiyanesinde öz yuvasında kalardı. O balaca balalar İmam Hüseyin'in ehli iyali 30.000 nefer düşman koşun İmam Hüseyin bir az iddeyle ama musemmem bular canların koyuplar ovuşlarına keflerine Allah yolunda canlarından geçipler korkmak bilmirler belki müsabıqa verirler birbirinden qabağa geçirlər mən əvvəl gedim meydana mən əvvəl şəhadətə yetişim əla lənətullah aləl qavmiz zalimin ve seya'lemul lezine zalemu eyye munqalebin yenqalibun.